Aleykumsalam və rəhmətullah. Deməli, şafilər, yəni ümumən bu şafi məzhəbində mötəbər rəydir ki, fəcr namazından sonra, yəni fəcr namazında ikinci rükətində qunut tutmaq. Yəni bu, yəni şafilərdə mötəbər görüşdür. Və onların bu barədə dəlilləri var. Dəlillərdən bəziləri səhihdir, bəziləri zəifdir. Səhih olan dəlillər odur ki, yəni Kən Nəbi sallallahu əleyhi və səlləm hədisdə gəlib, Kən Nəbi sallallahu əleyhi və səlləm qanata şəhran. Peyğəmbər sallallahu əleyhi və səlləm bir ay qunut tutdu. Bu ay, yəni bu hədis səhih hədisdir, yəni baş verib bu. Və zəif dəlillərdən isə, zəif hədislərdən isə dəlil gətirirlər. Bunlardan da necə ki hədisdə varid olub ki, yəni məzələn Nəbi sallallahu əleyhi və səlləm qanətə həttə fərqəd dünya. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm davamiyyətli şəkildə qunut tutdu, hətta dünyadan ayrılana qədər. Yəni bu hədis zəifdir. Və həmçinin digər bir zəif hədisdə Bəra ibn Azibdən gələn Allah Resulü sallallahu əleyhi və səlləmdən varid olunur ki, yəni rivayet olunur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm məğriblə sübhü qunut tutardı və sonra məğrib namazı nəsx olundu və sübh namazında qaldı. Biz də deyir, əsllə əməl etdik. Yəni sübh namazında qalıb, yəni sübh namazına əməl etdik. Təbii ki, bu dəlillər var, amma bu dəlillər var, amma istidlal doğru deyil. Yəni var dəlil, var istidlal. Dəlil odur ki, yəni hədisin özü, ayənin özü, amma ayədən çıxarılan istidlal, hökm, yəni bu düzgündür, yoxsa yox, yəni burası yəni əsas hissədir. Çünki biri var ki, biri var dəlilin olması, ola bilər çox dəlil, amma biri var ki, dəlilin mədlula uyğun olması. Burada dəlil mədlula uyğun deyil, yəni şəfilər, İmam Şəfi rahimehullah özü, yəni bu hədisi gətirib və davamiyyətli qunut tutmağa bunu dəlil gətirməsi, yəni mərcuhdur. Mərcuhdur, xilaful əvlədir. Ona görə, yəni yaxşı olar ki, yəni bu cümhur alimlərin rəyinə müxalifdir. Cümhur alimlərin rəyinə müxalifdir. Lakin əgər biz şafilərin arxasında namaz qılarıqsa, onlar qunut tutarsa, biz də qunut tutmalıyıq. Yəni necə ki, bunu Şeyx İbn Üseymin rahimehullah deyir. Deyir ki, biz yəni onların arxasında qunut tutanda, biz də qunut tuturuq. Belə. Vallahu aləm. Ona görə yəni onların dəlilləri var. Amma demək lazım deyil ki, onların dəlili yoxdur. Ola bilər vəcihül istidlal yəni daifdir və marcuhdur və xilaful əvlədir. Yəni istidlal gətirmə yönü yəni düzgün deyil. Yəni bu hədislər ona dəlil deyil ki, Allah Resulü davamiyyətli tutub. Və birincisi hədislərin ikisi zəifdir, öndə dediyim. Birisi səhihdir, o da bir ay tutub Allah Resulü sallallahu əleyhi və səlləm. Yəni hansı bir səbəbdən tutub Allah Resulü sallallahu əleyhi və səlləm, hansı ki bəla səbəbi ilə yəni tutardı Allah Resulü sallallahu əleyhi və səlləm. Amma davamiyyətli şəkildə tutmağı haqqında yəni səhih və sarih bir dəlil yoxdur yəni. Və əksinə yəni əgər olsaydı mütləq nəql olunması bizə. Əgər olsaydı mütləq nəql olunardı və bunun əksini deyən necə ki İmam Əhməd, həmçinin İmam Məlik, İmam Əbu Hanifə rahimehumullah və digər alimlər yəni bunun əksini deyiblər ki, yəni fəcr namazında qunut tutulmur. Yəni qunut tutulmur. Amma insan yəni şafilərin arxasında namaz qılarsa, imam tutarsa qunut və ona əllərini qaldırıb əmin deyə bilər, yəni problem yoxdur. Vallahu aləm.